Deməli 5 dənə qeyri-müəyyənlik halı var. 0 bölünsün 0'ı hamımız bilirik. 0 bölünsün 0 qeyri-müəyyəndir. Eyni zamanda sonsuzluq bölünsün sonsuzluq da qeyri-müəyyəndir. 0 vurulsun sonsuzluq da qeyri-müəyyəndir. 1'in üzəri sonsuzluq qeyri-müəyyəndir. Bir də sonsuzluq çıxılsın sonsuzluq. Qeyri-müəyyəndir. Bu hallar qeyri-müəyyəndirlər. Biz bunlara əsasən qeyri-müəyyənlik hallarını araşdıraraq müəyyən nəticələrə gəlirik. Onlardan biri birinci görkəmli limitdir, bir də ikinci görkəmli limitdir. Amma onlardan daha əvvəl belə bir şeye baxaq. Limit məsəl üçün limit x yaxınlaşanda 0'a x'in kubu üstə gəl 2x bölünsün x'in kvadratı üstə gəl 3x. Burada fikir versəz, biz bunu tapmaq istəsək, yerinə biz limit tapanda ne edirik? Bu yaxınlaşdığı ədədi yerinə qoyub tapırdıq. Amma burada yerinə qoysa 0 bölünsün 0 alınacaq. 0 bölünsün 0 da qeyri-müəyyənlik halıdır. Biz bilmirik ne olacağını. Ona görə burada ne edirik? Limit x yaxınlaşdıqca 0'a x'in mötərizənin xaricini çıxardıram surətdən. X'in kvadratı üstə gəl 2. X'in mötərizənin xaricini çıxardıram məxrəcdən. X plus 3 şəklində yaza bilirik. Buradan da x'ləri ixtisar aparacaq. Yaxşı, indi bəs deyirsiniz ki, x'in yerinə x necə ixtisar aparırsan, x'in yerinə 0 qoyulurdu orada. X'in yerinə 0 qoyulmurdu. Biz 0 qoyulsa nəyə çatardı ona baxırıq. Və biz burada bilirik ki, x 0'a heç vaxt çata bilmir. X 0'a heç vaxt çata bilməyəcəyinə görə burada 0 bölünsün 0'ı sən ixtisar aparmırsan. Bu x'lər heç vaxt 0 olmayacağına görə bunları rahatlıqla ixtisar apara bilirsən. Qalır x limit x yaxınlaşdıqca 0'a x kvadratı plus 2 bölünsün x plus 3. Artıq 0'ı yerinə qoya bilərsən, qeyri-müəyyənlik halı qalmadı. 2 bölünsün 3. Bir neçə nümunə daha. Rəhmət çətin bir sualdan baxaq. Məsəl üçün, bu tiplər dildə də çoxdur. Limit x yaxınlaşdıqca 6'ya kök x plus 3 çıx 3 x çıxılsın 6 bərabəri nəyə? Baxaq. Biz burada 6'nın yerinə qoyanda görürük ki, yerinə 0 bölünsün 0 alınır. 0 bölünsün 0 alınırsa, artıq buradan bilirəm ki, bunların oxşar bir həddi var ki, onlar ixtisar getməlidirlər. Burada onu tapmaq üçün nə edirik? Limit x yaxınlaşdıqca 6'ya minus 3 x çıx 6 dedikdən sonra diqqət edin, məxrəcin yox, surətin qoşmasına vururuq. Surətin qoşmasına məxrəc və surəti vururuq. Kökün altında x plus 3 üstə gəl 3 x plus 3 üstə gəl 3 yazsaz nə alacaqsınız? Buradan alacaqsınız limit x yaxınlaşdıqca 6'ya bərabər x yaxınlaşdıqca 6'ya bu artıq müxtəsər vurma olur. Kvadrata yüksəldilib 3 çıxanda buradan 3 x
çıxılsın 6, surətdə x çıxılsın 6, məxrəcdə x çıxılsın 6 vurulsun. Kökün altında x plus 3 plus 3 qalır. Dində çox yayılımlı bu suallar, bir neçə dənə var. Ona görə bu həlli yadınızda saxlamağınız pis olmaz. Surətin qoşmasına vuranda bu şəkildə çıxır. Bundan sonra altın yerinə qoyub, altın yerinə qoyandan sonra 3, 3, 6, 6 da 1. Altın yerinə qoyub 6 da 1 ala bilirik. Yerimiz olsaydı bir sual daha yazardıq. Deməli, bir neçə sual daha yazaq. Bunu yazaq. Limit x yaxınlaşır 1'ə. X yaxınlaşır 1'ə. Bir bölünsün. Kök x çıx 1 çıxılsın 3 bölünsün. Kök x çıx 1 bərabərdir nəyə? Limit bunu olduğu kimi saxlayaq, x yaxınlaşdıqca 1'ə, bunu olduğu kimi saxlayaq, kök x çıxılsın 1, 1 çıxılsın 3 bölünsün, kök x-i mötərizənin içərisinə salında, kök x-in kubu çıx 1, bağladıq mötərizəni. Bura fikir versəz, görərsiniz ki, bu kublar düsturdur. Kök x-in kubu çıxılsın 1'in kubu. Ondan aça bilərik. Limit x yaxınlaşdıqca 1'ə, x yaxınlaşdıqca 1'ə, 1 bölünsün, kökün altında x çıxılsın 1, çıxılsın, kökün altında x çıxılsın 1, kökün altında x çıxılsın 1, vurulsun, kökün altında x'in kvadratı minus kök x plus 1 plus kök x plus 1. Burada da 1. Əla. İndi ortaq məxrəcə gətirmək üçün buna vuraram, buna vuraram. Buna vursam nə olar? Limit x yaxınlaşdıqca 1'ə, burada x yaxınlaşdıqca, aha, vursam nə baş verər? Kökün altında x minus 1 vurulsun, kökün altında x'in kvadratı x'dir. Kökün altında x'in kvadratını x yazıram, çıxılsın üstə gəl kök x yazıram, üstə gəl 1 yazıram, onun surəti də vururam, kök x üstə gəl x üstə gəl kök x üstə gəl 1, daha sonra ortaq məxrəcə gətirmiş olduq. Aha. Burada da 1 deyildi, o 3 idi, 3'ü unutmuşam ora. 3 kök x çıx 1, x çıx kök üstə gəl kök x üstə gəl 1 deyəndən sonra bərabərdir nəyə? Ortaq məxrəcə gəldiyi üçün çıxmaq istəsən, x üstə gəl kök x çıxılsın 1'dən 3'ü çıxanda 2 bölünsün, kök x çıx 1, x üstə gəl kök x üstə gəl 1 dedikdən sonra surəti vuruqlarına ayırmaq istəsəm, necə yazaram? Viet ilə vuruqlarına ayırsam x, bunu yaza bilərəm kök x'in kvadratı çıx kök üstə gəl kök x çıx 2 şəklində. Onda bunu vuruqlarına ayırmaq istəsəm vietlə necə olacaq? Kök x çıx 1, bir də kök x plus 2.
plus 2 şəklində bu Vyetnam vuruqlarına ayrılır. O vuruqlarına ayrılandan sonra gələk bura limit x yaxınlaşdıqca 1-ə x yaxınlaşdıqca 1-ə necə idi ora? Kök x minus 1 Əlimə atdım, ən çətin sualı götürdüm. Kök x çətin deyəndə ki, vaxt alır. Video uzun olur sonra. Şəklində yazandan sonra bunları ixtisar apardım. Qeyri-müəyyənlik halı getdi. Sıfırlar getdiyinə görə, sıfırlar deyəndə ki, kök x minus 1'lər getdiyinə görə artıq yerinə qoya bilərəm. 1'i gətirib yerinə qoysam burada surətdə 3 olacaq. Surətdə 3 olacaq. Burada da 1'i yerinə qoysam məxrəcdə də 3 cavab 1. Bir dənə də buna baxaq. İtək. Bunu bayaq Instagramdan bir şagird atmışdı. Limit x yaxınlaşdıqca pi bölü 2'yə tangens x vurulsun tangens 2x nəyə bərabərdir? Bərabər deyə yazıram. Açıram hər tərəfə. Sinus limit x yaxınlaşdıqca pi bölü 2'yə sinus x bölü kosinus x vurulsun sinus 2x bölü kosinus 2x şeklinde yazdım. Surətdəki 2x'i sinus 2x'i aça bilərəm. Limit x yaxınlaşdıqca pi bölünsün 2'ə sinus x böl kosinus x vur 2 sinus x kosinus x'i yarım arqumentlə açsam, burada kosinus 2x yazsam nə baş verər? Buradaki kosinüs x, buradaki kosinüs x'i götürdük. Fikir verin, 0 bölü 0 halını kosinüs x'lər verirdi pi bölü 2'nin yerinə qoyanda. 0 bölü 0'ı ixtisar eləmiş olduq. Yəni yerinə qoyanda 0 bölü 0 alınmayacağına görə yerinə qoya bilərəm artıq. Sinus pi bölü 2'ni yerinə qoyanda 1, sinus pi bölü 2 1, kosinus 2x pi bölü 2'nin yerinə qoyanda mənfi 1. Cavabımız bərabər olmalıdır. Mənfi 2'yə diqqətsizlik eləmədimsə burada. Cavabımız mənfi 2. Belə. İndi başlayırıq. Birinci görkəmli limitə ekrana yaxın oturursunuz. Heç kim sizə bu qədər isbatla birinci görkəmli limit başa salınacaq deyə düşünürəm. Birinci görkəmli limit bizə deyir ki, limit x yaxınlaşdıqca 0'a sinus x bölünsün x bərabərdir 1'ə. İsbatlayaq. Çəkirəm, nə çəkirəm? Vahid çevrə çəkirəm. Vahid çevrəmizi çəkdim. Biraz çirkin oldu, amma olsun. Vahid çevrə çəkəndən sonra burada radian olacaq şəkildə bir x bucağı çəkirəm. Bir x bucağı çəkdim. Bura 1'dir, bura 1'dir. Bunu çəkəndən sonra bura o deyək, bura b deyək, bura a deyək. Buradan bir dənə toxla qaldırıram. Toxla qaldırandan sonra bura 90 dərəcədir. Üzü bu tərəfə yazmıram, qarışmasın. Burada d-dir. d-a-nı tapmaq istəsən nəyə bərabər olur? Tangens x-ə bərabər olur da. Tangens x bərabərdir buna nisbətinə, ona görə belə tangens x-ə bərabər olur. Daha sonra d ilə a-nı birləşdirirəm və nə görürəm? Görürəm ki, burada OBA üçbucağı var. OBA üçbucağının sahəsi SOBA üçbucağının sahəsi nədir? Kiçikdir. Buradakı OBA sektorunun sahəsindən kiçikdir.
Buna üçbucaq deyək. Buna da S O B A kiçikdir. O D A üçbucağının sahəsindən kiçikdir. Gördüyümüz kimi S O B A bu hissədir, amma O D A'nın sahəsindən kiçikdir. S O B A dedim. Üçbucaq. Yaxşı. Onların sahələrini tək-tək tapaq. Deməli, mən OBA üçbucağının sahəsini tapmaq istəsəm nəyə bərabərdir? AB sinus x olduğu üçün, AB sinus x bölü 2 olduğu üçün 1 vurulsun 1 vurulsun sinus x bölünsün 2 olacaq. Yəni sinus x bölü 2. Bu bərabər yanlış üçbucağın sinusundan sahəsini tapdıq. Bu kiçikdir. Nədən? Sektorun sahə düsturu nəyə bərabərdir? X radianla olsa, x r kvadratı böl 2 s bərabərdir. X r kvadratı böl 2'dir. X r kvadratı böl 2'dirsə onu da buraya yazıram. Erim onsuz 1 idi. Vahid çevrə çəkmişəm. X böl 2. Daha sonra bu kiçikdir. S O D A nəyə bərabərdir? Elə tangens x-ə bərabərdir. Tangens x. Tangens x böl 2'yə bərabərdir. Sahə düsturunda hər birində böl 2 var. Hər tərəfi 2'yə vursam sinus x kiçikdir x kiçikdir tangens x-dən. Daha sonra nə edirəm? Hər tərəfi x-ə bölürəm. Hər tərəfi sinus x-ə bölürəm. Hər tərəfi sinus x-ə bölsəm, deməli, hər tərəfi sinus x-ə bölsəm, burada qalır 1 kiçikdir x bölünsün sinus x kiçikdir tangens x-i sinus x bölünsün kosinus x şəklində yazsam və bunu sinus x-ə böləsi olsam, sinus x ixtisar olaraq qalar 1. Bura kimi aydınlıqsa davam edirəm. İndi bunu tərsinə çevirək. Bu hər birini tərsinə çevirək. Hər birini tərsinə çevirsə nə olar? Bərabərliyin işarəsi dəyişər. Olar kosinus x kiçikdir sinus x bölü x kiçikdir 1. Bunu görürəm. İndi belə bir limitin belə bir teoremi var ki, əgər gx limit gx x yaxınlaşdıqca a'ya limit gx kiçikdir limit x yaxınlaşdıqca a'ya kiçikdir a olarsa və limit gx x yaxınlaşdıqca a'ya bərabər olarsa a'ya, əgər bu şərt ödənərsə, onda limit fx bərabərdir x yaxınlaşdıqca a'ya bərabərdir a'ya. Yaxşı, təbii ki bunu bu şəkildə əzbərləyib keçməyəcək. Bu niyə belə olur? Baxın, bu limit gx əgər a'ya yaxınlaşdıqda a olursa, a'ya doğru getdikcə bu bundan böyük qalmalıdır ya. Bu bundan böyük qalmalı. Bax bu daha böyük qalmalıdır. Çünki bərabərsizliyimiz bunu göstərir ki, bu daha böyükdür. Amma bu a'ya doğru gedir. Bu a'ya doğru gedirsə biz buna sandviç teoremi deyirlər. A'ya doğru gedirsə sıxışdırır onu, a'ya doğru itələyir. Çünki məcbur da bundan böyük qalsın. Bu özü a'ya doğru gedirsə, bunu a'ya doğru itələyir. Bunu a'ya doğru itələyirsə, elə bunun da limiti, bu da a'ya doğru getmiş olur. Limiti olur a.
İndi buradan hər tərəfi limiti alsam, limit kosinus x yaxınlaşdıqca sıfıra kiçikdir sinus x, limit sinus x böl x yaxınlaşdıqca sıfıra kiçikdir. Bunu limiti alsam yenə də 1 verəcəm onsuz. Sabitin limiti elə özünə bərabərdir. Belə. Burada görürəm ki, limit kosinus x yaxınlaşdıqca sıfırı yerinə qoysam 1 verəcək. Deməli, əgər bu şərt ödənirsə, burada sandviç teoremində dediyimiz kimi bu gx bunu sıxışdırır, 1'ə doğru itələyir onu. Ona görə limit sinus x bölünsün x yaxınlaşdıqca sıfıra bərabərdir 1'ə. İspat olundu. İndi bundan törəyən düsturlar var. Onların da hamısını ispat edəcək birazdan. İspatlayaq. Limit x yaxınlaşdıqca sıfıra sinus x bölünsün bx bərabərdir a bölünsün b-yə. Limit x yaxınlaşdıqca sıfıra sinus x bölünsün bx bərabərdir. Limit x yaxınlaşdıqca sıfıra sinus ax bölünsün a hər tərəfini a'ya vurup bölürəm. A'ya vursam a, b, x. İndi bunu bir de bunu bir gruplaşdırıb necə yaza bilərəm? Limit x yaxınlaşdıqca sıfıra a bölünsün b-ni qarşıda yaz. Bunu da yaza bilərsən ki, vurulsun sinus ax bölünsün ax şəklində. A'nın x'i götürdün, sinus ax'i götürdün, a bölünsün b'ni qıradda yazdın. Bu 1 verirdi limiti, ona görə cavab a bölünsün b olur. Davam edirik. Sinus limit x yaxınlaşdıqca sıfıra ax bölünsün sinus bx. Davam edirik. Limit x yaxınlaşdıqca sıfıra ax bölünsün sinus bx bərabərdir a bölünsün b-yə. Eyni şəkildə bunun hər tərəfini b-yə vurub böləcəyik. Bunun hər tərəfini b-yə vurub bölsəm bx a bölünsün sinus bx limit yazmadım. Limit x yaxınlaşdıqca sıfıra. Sinus bx hər tərəfini b-yə vurub bölürük. B bərabərdir nəyə? Bx ilə sinus bx-i götürüb bunu bu şəkildə yaza bilərik. Limit x yaxınlaşdıqca sıfıra a bölünsün b bərabərdir. A bölünsün b vurulsun a bölünsün b. Bu şəkildə yazaq da. Bunu da ayrıca limit olarak məxrəcdə yazaq. Limit bx-i bx bölünsün sinus bx-i ayrıca limit olarak məxrəcdə yazaq. Limit bx sinus bx bölünsün bx olacaq. Çünkü bunu necə yaza bilərdik? Bunu götürüb burada da yaza bilərdim. Bu bölünsün bx şəklində də yaza bilərdim. Yazmıram təbii ki, körlanmasın. Bu şəkildə olanda limit x yaxınlaşdıqca sıfıra məxrəcin 1 verir. Surətindəki sabitin limiti özünə bərabərdir. A bölünsün b verir. Davam edək. Sinus x bölünsün bx nəyə bərabərdir? Sinus limit unutmayaq. Limit x yaxınlaşdıqca sıfıra sinus
AX bölünsün. Hər tərəfini AX-ə vurub bölək. Hər tərəfini. Bunun hər tərəfini AX-ə, bunun da hər tərəfini BX-ə vurub böləsi olsam, deməli, hər tərəfini AX-ə dedik. Elə AX-ə vuraq. Bunun hər tərəfini AX-ə vursaq, bölsək AX-ə. Əla. Buradan sonra sinus BX bölünsün, BX-ə vuraq bölək. BX-ə vurduq, böldük. İndi limit tapanda bura sənə 1 verəcək, bura sənə 1 verəcək. Qalacaq, nə qalacaq? Bərabərdə oranı öyrənmişdiniz yəqin ki. Oralar 1 qalandan sonra AX bölünsün BX qalacaq. X'ləri də buradan ixtisar apara bilirəm. Sadəcə qalacaq A bölünsün B. A bölünsün B. Biraz qarışıq oldu burada. AX-ə vurdun, böldün, BX-ə vurdun, böldün. Bunların limitləri 1 verir sənə. X'lər onsuz da ixtisar gedəcək gələn səfər. Bu X-dən ixtisar gedəcək və qalan olacaq A bölünsün B yenə. Oranı sildim ki, buna da yer çatsın. Bu şəkildə limit X yaxınlaşdıqca 0-a tangens X bölünsün X bərabərdir. Limit X yaxınlaşdıqca 0-a sinus X bölünsün kosinus X. Sinus X bölünsün kosinus X vurulsun X. Bunu yaza bilirəm ki, nə cür yaza bilirəm? Əslində buradan kosinus X yaxınlaşdıqca 0-a limiti 1-dir. X bölünsün sinus X yaxınlaşdıqca 0-a limiti 1-dir. Ayrı-ayrı limitlərdə yazmasam da lənətə yaz. Olar 1. Davam edək. X bölünsün tangens X də eyni şəkildə 1-ə bərabərdir. Çünki limit X yaxınlaşdıqca 0-a yoruldum ya. X bölünsün kosinus X, bunu atsam kosinus X bölünsün sinus X. Eyni şəkildə bunu yaza bilərəm ki limit X yaxınlaşdıqca 0-a kosinus X bölünsün sinus X böl X 1 verir, cevap 1'dir. Yenə var, yenə yazaq. Davay dayandı yoxdur. Deməli, limit X yaxınlaşdıqca 0-a tangens AX tangens BX hər tərəfə, burada hər tərəfə AX-ə vurub bölürük. Necə sinusda elədik? Eyni şeydir. Deməli, AX tangens AX lövhənlə yuxarısı düşür. Bölünsün AX bölünsün tangens BX bölünsün BX. Burası 0 verəcək. Burası 0 verəcək. X'lər ixtisar gedəcək. 0 deyirəm. Bunlar 1 verir. Çünki bayaq isbatladıq bunu da. Tangens X bölünsün X 1-ə bərabər idi limiti. Onda X'lər də buradan ixtisar gedəndə A bölünsün B olaraq qalır cavabımız. Buranı silməli olacam. Artıq oranı görmüş oldunuz da. Deməli, bunu isbatlayaq. Sinus X deyilsə, sinus A'ya bir dənə X deyək. Sinus A bərabər olsun X-ə. Bu halda sinus X nəyə bərabərdir? Sinus X bərabərdir buradan A'ya. A'ya bərabərdir. Çox gözəl. O A'ya bərabərdirsə, gətirib yerinə qoyası olsam nə baş verər? Limit X yaxınlaşdıqca
sıfıra. Aksinüs x'e bir dənə a dedim. Aksinüs x'e a dedim. X'e de sinüs a dedim. Sinüs a dedimsə, buradan a bölünsün sinüs a. Tərsi də 1'in tərsi də elə 1'dir. Bərabərdir 1'ə. Daha sonra bunun tərsi də eyni şəkildə 1 verəcək. Eyni şeyi göstərəcək. Tangens də eyni şəkildə buradan isbatladığımıza görə bununla eyni şey deyəcək. Tangens x, tangens a bərabərdir x-ə. Arc tangens a bərabərdir. Arctangens a, arctangens x bərabərdir a-ya. Gətirib yerinə qoyanda limit. Bir də bu limit sözünü yazmaq yorur mənə hər dəfə. Limit x'in yerinə qoyuram tangens a-na. Arctangens x'in yerinə də qoyuram. Arctangens x'in yerinə qoyuram a-na. Bərabərdir 1'ə. Digərdə eyni şəkildə yazıb isbatlaya bilirik. Bunlar da birinci görkəmli limitdən törəyən bütün düsturlar. Keçək ikinci görkəmli limitə. Limit, ikinci görkəmli limit deyir ki, limit 1 üstəgəl x üzəri 1 bölünsün x bərabərdir eyl ədədinə. Bu nisbatı çox çətin olduğu üçün bu nisbatını burada verə bilmirik. Amma ondan törəyən bütün düsturların isbatını verə bilərik. Baxaq. Limit x yaxınlaşdıqca sıfıra 1 üstəgəl ax üzəri b böl c böl x nəyə bərabərdir? Y üzəri ab böl c-yə bərabərdir. Yaza bilərəm limit x yaxınlaşdıqca sıfıra 1 üstəgəl ax üzəri b böl c-ni bunu x-də 1 üzəri b böl c olaraq yaza bilərəm. Davam edirəm. Bunu da ki, hər tərəfini a-ya vurub böləsi olsam, bundan eyni şey alacağım üçün bu şərtə gəlib satmış olaram. Bu şərtə gəlib satdığım zaman eyl ədədini alarım. Onu da a-ya vuraq bölək hər tərəfi. A-ya vuraq bölək. Buradakı a-nı da mən buradan silib bura keçirə bilərəmmi? Vurmadı da. Bura keçirə bilərəm. X-də 1. Çox gözəl. Onda mən burada birinci görkəmli limitin əsas teoremini görürəm. Gətirib yerinə sadəcə bunun yerinə y yazacağım. Üzəri a, b böl c-də olduğu kimi qalacaq. Aha, bu ikinci görkəmli limitin ikinci halıdır. Bunu əslində TikTok'da vermişdim, Instagram'da atmışdım bunu. Burada 1 bölünsün x-ə, 1 bölünsün x-ə bir t əvəzləməsi apararaq işləyirik bunu. 1 bölünsün x-ə t əvəzləməsi aparanda limit x-ə yaxınlaşdıqca sonsuzluğa 1 üstəgəl t x buradan nəyə bərabərdir? X bərabərdir 1 böl t. 1 böl t yazdım x-in yerinə. Burada yazdım bunu. Çox gözəl. Bir dəqiqə mən bu t qatdım. Bu indi burada x sonsuzluğa yaxınlaşır şagirdlər. X sonsuzluğa yaxınlaşdığı zaman, t sıfıra yaxınlaşacaq. Çünki demişdik məxrəc əgər sonsuzluğa doğru gedərsə, ifadənin qiyməti sıfıra doğru gedir. Onda t burada yazırıqsa limit üçün bunu əvəzləyib yazırıqsa, buradakı x-i yaxınlaşan olacaq sıfıra doğru yaxınlaşacaq t. Heç nə, buradakı birinci görkəmli limitin birinci halıdır. Bu bizə verir onsuz y, yəni eylər ədədini. Davam edirəm. Bu dəfə də
İkinci görkəmli üçün belə bir düstur veribdir. Buna baxasıyıq. Limit x yaxınlaşdıqca sonsuzluğa 1 üstəgəl a bölünsün bx üzəri cx. Şimdi mən bunu almaq üçün, yenə eyni şəkildə limit x yaxınlaşdıqca sonsuzluğa 1 üstəgəl a bölünsün b x'i burada saxlayıb, buradakı x bölü 1'i saxlayıb, bunu da c'ni bunun üzərinə ata bilərəm. İndi bunu burada almaq üçün, bunu üstündə almaq üçün bunun hər tərəfini a bölü b'yə vuracağım. A bölü b'yə a'ya vurub a'ya böləcəm. Aha. İndi bunu da bir üçündə bölməliyəm. Elədir mi? Vurdumsa, bunun tərsini burada almalıyam. Bunun burada tərsini almalıyamsa, bunun burada cəsəmə şəhidlər qatdım. Bir dəqiqə. Cx-dirsə burada cx idisə, bunun tərsini almalıyamsa, b bölünsün a almalıyam burada. Burada onsuz x varsa, onda bunu b'yə vurub a'ya bölməliyəm ki, bunun burada tərsini almalıyıq ki, şəhidlər. Düsturun teoremi bu halına gəlsin. Teoremi bu halına gəlsə, burada eylər ədədini alarıq, bitər. Bunun burada sonsuzluğa yaxınlaşır. Bunun burada tərsini almaq üçün burada nə var idi? A var, x var idi. X'i b'yə vurdum, a'ya böldüm. Bunun tərsini aldım. İndi b'yə vurub a'ya bölmüşəmsə, gəlin elə bunun üzərində b'yə vurdumsa, b'yə bölüm ki, bir dəyişiklik olmasın, vurduğumu bölməliyəm, böldüyümü də təzədən vurmalıyam. Ona görə bura gördüyümüz kimi təzədən eylər ədədini burada aldıq. Üzərində də AC böl B şəklində. 2 dənə düstur daha var. Bir də L'Hopital qaydasını izah edib bitirəcək limiti. Davam edək. Deməli, bunları isbatlayası olsaq, necə yazacağıq? Limit yazıram. Bunu yazaq bu şəkildə. Bunu x yaxınlaşır sonsuzluğa. X plus b bölünsün x plus b üstə gəl x plus b bölünsün a çıx b şəklində yazsam, bunu bu şəkildə yaza bilərəm də, heç bir problem olmur bunu bu şəkildə yazanda. Çox gözəl. Bunu bu şəkildə yazsam və daha sonra üzərində cx plus d varsa, cx plus d-ni önə atası olsaq, amma ondan əvvəl bura 1 verdi, bura əvəzləmə aparasıyıq. Aha. Limit x yaxınlaşır sonsuzluğa. Bura 1 verdi. Burada burada da əvəz deyək. X plus b-yə bir t deyirəm. X buradan bərabər olur. T çıxılsın b-yə bərabər olur. İndi buna a çıx b böl t, x plus b bir t dedim. Burada bu d var ya, bu d. Bunu yazacağım. Cx'də x'in yerinə t çıx b qoysam, c vurub atsam ct çıxılsın cb. Üstə gəl d şəklində olar. Ən yuxarı görünür. Bərabərdir nəyə? Bunu yazmasaydım yaxşı idi. Neyse, buradan ayıraq işləyərik.
buradan gelsək, limit x yaxınlaşdıqca sonsuzluğa 1 üstə gəl a çıxılsın b bölünsün t üzəri bu sərbəst hədd var üzərində t dəyişəndə bu c, b ilə d sabitdirlər də onları belə yazacağım. Bu şəkildə ayırıb bunun üzəri ct vurulsun 1 çıxılsın a çıxılsın b bölünsün t üzəri mənfi cb üstə gəl d şəklində yaza bilərəm də. Vurduğum zaman yenə üstlər bu şəkildə toplanacaq. Bunun limiti 1'ə bərabərdir. Nəyə görə? T sonsuzluğa yaxınlaşanda burası 0 verir. Burada da 1 var deyər. Bu 1 qalır. Bunun üzərindəki sabit olduğuna görə də oradan 1 çıxır. Bunun limiti nəyə bərabərdir? Bunun limitini tapası olsaq, bu onsuz 1 idi. Buradan yazıram limit x yaxınlaşdıqca sonsuza əslində orada sildik. Ev yox göstərərəm. Plus a çıxılsın b bölünsün t. Bunu a çıx b-yə vurub bölməliyəm ki c t a çıx b a çıx b-yə vurub bölməliyəm ki bunun əksini burada alım, eyni ədədini alım. Çox gözəl. Bunu buradan qruplaşdırıb götürəndə bərabər olur. Burada bununla götürəndə y'nin üzəri c vurulsun a b. Deməli bu y'nin üzəri a c vurulsun a b-dir. Bunu tapmaq istəsəm yerim çatacaqmı? Buranı da ayırarıq, burada da yazarıq. Deməli, burada x bölünsün a-dır. Limitdən əvvəl belə bir şeydir. X çıxılsın a-nı x çıxılsın a-da 1'i bir t ilə əvəzləyək. Daha sonra mən tərsine çevirsəm hər tərəfi x çıxılsın a bərabər olar t-də 1'ə. Onda x nəyə bərabər olar? 1 bölünsün t üstə gəl a-ya. Çox gözəl. X-i gətirib burada yenə qoyacağım. Limit x yaxınlaşdıqca a-ya x-i yerine qoyanda 1 bölünsün t 1 bölünsün at. Bunu da a'ya böləndə elə 1 qalır. Plus 1 şəklində. Üzərində nə qaldı? Üzərində də t qaldı. Üzərində t qalandan sonra bunu a'ya vurub bölməliyəm. Bayaqki kimi limit x yaxınlaş t əvəzləməsi apardı belə. Onda t əvəzləməsi apardıqsa yenə unutdum. Burada yaxınlaşan dəyişəni də dəyişməliyik də. T əvəzləməsi apardıqsa x nəyə bərabərdir? Fikirən x a-ya yaxınlaşdıqca, x a-ya yaxınlaşdıqca t sıfıra yaxınlaşır. Nəyə görə? T 1 bölünsün t sıfıra yaxınlaşır. Çünki x a-ya yaxınlaşdıqca, bura a-ya yaxınlaşdıqca t 1 bölünsün t-nin qiyməti sıfıra doğru gedir. Aydındır. 1 bölünsün t-nin qiyməti nə zaman sıfıra doğru gedir? Biz demişdik ki, məxrəc sonsuzluğa gedərsə sıfıra doğru gedir. Deməli, x a-ya yaxınlaşdıqda t əvəzləməsi aparsaq, t yaxınlaşacaq nəyə? T yaxınlaşacaq sonsuza. Burada da t yaxınlaşacaq sonsuza. Limit nəyə bərabər oldu? Buranı silimdə şagirdlərdə başa düşmüş olar sonranı. A t'də 1 üstə gəl 1. A-ya vur böl. A, t
böl A. İndi bunun tərsini burada aldıq, sadəcə A var. Bu A-nı da mən əslində buranı alıb, A-nı da A-da 1 olaraq bura keçirə bilərəm. Aldımı burada Eylər ədədini? Eylər ədədini görürük burada. 1 bölünsün AT üstə gəl 1 üzəri AT. Deməli burada T də sonsuzluğa doğru gedirsə, bu bizə Eylər ədədini verir. Onda bu bərabər olur Y üzəri A-da 1-ə. İkinci görüşəm limitdə bu qədər. Son olaraq da L'Hopital qaydasına deyək bitsin. Limit əgər x yaxınlaşanda A-ya fx bölünsün gx bərabər olarsa 0/0 və ya sonsuzluq bölünsün sonsuzluğa limit x yaxınlaşanda A-ya f törəməsi x bölünsün g törəməsi x bərabərdir limit x yaxınlaşanda A-ya f x bölünsün g x. Yəni bu iki qeyri-müəyyənlik halından birini gördünsə, surət və məxrəcin törəməsini alıb qeyri-müəyyənlik halından qurtula bilərsən ki, A-nı yerinə qoyanda sən qeyri-müəyyənlik almayasan, 0/0 və ya sonsuzluq almayasan deyə bir dəfə törəmə alırsan. Əgər bir dəfə törəmə alıb yerinə qoyanda yenə 0 verirsə, bir dəfə daha törəmə ala bilərsən. Hətta istəyirsən 10 dəfə də törəmə ala bilərsən. Ta ki cavab çıxana qədər, ta ki qeyri-müəyyənlik bitənə qədər. Məsəl üçün 2 dənə sual yazaq. Sual. Limit x yaxınlaşdıqca 2-yə sinus x-in kvadratı çıxılsın 4 bölünsün x-in üzəri 4 çıxılsın 16 bərabərdir nəyə? Görürsən ki, bunun yerinə 2 qoysan 0/0 alınır. Ona görə məcbur törəməsini alacaqsın. Bərabərdir limit x yaxınlaşdıqca 2-yə törəməsini alsan kosinus x kvadratı çıxılsın 4. Bunun içərisində törəməsini almalısan deyənə 2x ilə qarşıya keçirdin. Burada da 4x-in kubu qaldı. 4x-in kubu qaldı. Məxrəcində törəməsini alanda bərabərdir. 2-ni yerinə qoyacaqsan artıq cavab çıxacaq. 2-ni burada yerinə qoysan 1 verəcək. Çünki kosinus 0 1-dir. 2-ni burada qoysan 4. 4 vur 1 surətimiz 4. 2-ni burada qoysan 2-nin kubu 8 vur 4 32 bərabərdir 8-də 1-ə. Bir dənə daha yazaq. X kvadrat üstə 3x 2x kvadrat çıx 4. Limit x yaxınlaşanda sonsuzluğa x kvadrat çıxılsın 3x 2x kvadrat üstə 4 bərabərdir. Bunu bayaq dedik. Bunu bayaq dedik ki 1 bölünsün 2-yə bərabərdir. Əmsalların nisbətinə bərabərdir. Buradan da ala bilərik. L'Hopital'la 2 dəfə L'Hopital eləsəz buna, bir dəfə L'Hopital eləyəcəksiniz, itəcək. Əslində bir dəfə L'Hopital eləyəcəksiniz, bir dənə də L'Hopital eləyəcəksiniz, cavab çıxacaq oradan. Ona görə bu burada 1 bölünsün 2-dir. Sadəcə bu tip sualları L'Hopital'la işləməyə tövsiyə eləmirəm. Elə bayaq öyrətdik də nə zaman nəyə bərabər olduğunu. Bir də ki, hər sualı L'Hopital eləməyin də, bəli. Bu tip sualları L'Hopitalsız işləyə bilməyəcəksiniz. Amma məsəl üçün, limit x yaxınlaşanda 0-a 3x kvadrat üstə gəl x bölünsün 2x kub üstə gəl x-in kvadratına. Sən niyə L'Hopital eləyəsən ki, x-i mörtəzədən xaricini çıxardıb ixtisar apara bilirsən. X-ə bölsəməyə tərəfi burada kvadratı qalacaq, burada da üzərindən 2 gedəcək. Nə qalacaq? 3 limit
X yaxınlaşanda 0-a 3x üstə gəl 1 x-ə böldüyüm zaman 2x kvadrat 2x kvadrat məxrəc yenə 0 olmağa davam elədi. Düz misal yazmadım. Bu kvadratı bura keçirək. Buna loftal eləyəcəksiniz dostlar. Buna loftal eləyəcəksiniz. Kvadratı bura keçirək. Bunda bir dənə sualı düz yazmadım. Nəysə, yenə də bu şəkildə dursun. Üstə gəl, sadəcə göstərmək üçün deyirəm ki, ixtisar eləyə bilirsənsə ixtisar elə. Loftala da tez qaçma. 2x-in kvadratı üstə gəl 1 olsun. Bu burada olsaydı, bu buradan x gedərdi. Yaxşı, burada 0-ı yerinə qoysaydım, cavabı 0 alardım. Loftala ehtiyac olmazdı. Biraz başta düz yazmadım ama belə. Loftal qaydası da bu şəkildə. Bəzən çox şey yarayır, amma hər dəqiqədə qaçmamaq lazımdır loftala.